Nə demişlər, nə günəş vaxtından əvvəl doğar, nə də çiçək vaxtından əvvəl açar, hər şey öz vaxtını gözləyər. Bugünkü mövzumuz səbirsizlikdir. Hər şey öz vaxtını gözlədiyi halda və biz bunu bildiyimiz halda niyə bu qədər biz insan olaraq səbirsizik? Təbii ki, hər birinizə aiddir. Çünki hər biriniz müəyyən zamanlarda səbirsizlik etmişik. İçi mən qarışıq, baxmayaraq ki, psixoloqam, müəyyən bir yerlərdə təbii ki, mən də səbirsizlik etmişəm. Biraz haşiyə çıxacağım. Bir psixoloq olaraq mən bu mövzu haqqında, yəni səbirsizlik mövzusu haqqında danışanda siz özünüzü kənardan görüb analiz etməyi bacarın. O zaman inanın ki, sizdə inkişaf gedəcək. Gəldik mövzumuza. Səbirsizlik. Niyə bizlər hər zaman səhər duranda işə getməyə, işdən çıxanda evə gəlməyə, marketə gedəndə həmən marketdən tez çıxmağı və ya harasa gediriksə dəvət olduğumuz yerə tez çatmağı bir sanki plan kimi qarşımıza qoymuşuq və həmişə harasa tələsirik. Hələ ki, bu son zamanlar. Niyə harasa tələsirik? Niyə içimizdə bu tələskənlik hissi var? Sanki çatdıra bilməyəcəyik, sanki gecikəcəyik. Axşamdan qurduğumuz planlar var, təbii ki, hər birimizin, amma gün bizə hansı planlarla gəlir? Əsas bu önəmlidir. Bir də görürsən, tıxaca düşə bilərsən. Ya nəsə ola bilərsən, biraz gec qala bilərsən və bu da səni daha da səbirsizləşdirir. Əgər avtobusla yol gedirsənsə, avtobus yavaş gedirsə və sən həmən gərginləşirsən ki, niyə yavaş gedir? Və yaxud da öz şəxsi avtomobilində yol gedirsən, qarşıda tıxac görürsən və tıxacı gördüyün anda artıq sən reaksiya verirsən. Tıxacda nə qədər qalacağını bilmədiyin halda həmən reaksiya verirsən. Bu cür reaksiyalar, bu cür ön yanaşmalar həmən sənin bədəninə gərginlik verər. Günlərin hansı sürprizlərlə bizə gələcəyi bəlli deyil. Təbii ki, burada xoş sürprizlər və yaxud xoş olmayan sürprizlərlə də rastlaşırıq ki, bu cür hər xırda detaylara, hər xırda nüanslara sən reaksiya verəcəksənsə, sən bədən olaraq get-gedə daha da gərginləşəcəksən və bu da irəlidə sənə böyük bir diskomfort yaşadacaq. Ona görə hər yerdə, hər zaman səbirli olmağa üstünlük ver. Bil ki, müəyyən şeyləri biz bəli, kontrol altına aldığımızı düşünürük. Amma inanın ki, çox şey bizim kontrolumuz dışındadır, kənarındadır. Ona görə də özünü bu işdə çox yormayacaqsan, səbirli olacaqsan. İşə gec qalmamaq üçün və yaxud dəvətli olduğun yerə gec qalmamaq üçün evdən daha erkən çıxacaqsan. Və unutma, yenə dediyim kimi, həyatda heç bir şey nə vaxtından əvvəl, nə də vaxtından sonra olar. Hər şey öz vaxtını tapar. Sənin olan da inan ki, mütləq sənə gələcəkdir. Bunun tələskənliklə heç bir əlaqəsi yoxdur. Bu qədər. Unutmayaq, biz bir yerdə daha güclüyük və özünüzdən müğayət olun.